Kargolarımız var, gəlin onlara açalım. Bundan sonra bir dənə kargomuz qalır. O da ki, dərmanlardır deyənəm. Dərman da vitaminlərdir. O yəqin ki, amperki videosu olmayacaq. Bir dənə Temu bağlamamız var. O da incişində. Orada bir dənə mənim qulaqcığım var. Maraqlı heç nə yoxdur. Məni story izləyənlər bilir ki, mən bir çantanın necə səbirsizdən göstərdim. Oy, ne güzeldi. Öyle kemer de var. Canım benim ya. Telefonu sıkışır bence. Yo, telefonu sıkışırsa kaşlakumda. Bakın böyle bir çantada böyle ipi de var. Sonra bütün siparişlerden sonra onu buldum. Bu incişin markalarıdır. Bunu düz mən tutqudan vurmuşam inciş üçün. 5 dənə markadır. Ya 5 dənə ya da 6 dənə bilmirəm. Ağ marka. Məktəbə geyinməyə. Ay qızlar, materialı necə qəşəngdir. Ümumiyyətlə etiketi belə olanlar əfsanədir də yəni. Tək də giyinə bilər ya belə. Evdə giyinəcək, hə. Evdə. Sonra bu da başqa sumkam. İçi belədir, özü belədir. Bunun burada kəmərləri var, bunu uzatmaq olur. Bu çiyini asmağa gündəlik çantadır. Sadə belə bir şey. Ümumiyyətlə Trendyoldan gələn çantalar çox keyfiyyətli olur. Sonra bunu da açım. Açmaya çox vaxt getməsin. Bu da incişin belə dəstidir. Baxın, belə qaşlı maşlı, üçlü dəstə, şalvar, köynək, bir də bu Johnson Mini'dən almışam. Bu bahalı markada endirimən almışam. Bir dəqiqə açım göstərirəm sizə. Baxın, belə şalvardır, beli belədir. Oy, qızım bunu çox bəyənəcək. Qaşları var belə qızlar. Sonra belə, yəqin ki, indiyə qiyməti qalxıb. Belə qaşları var, yenə köynəkdir. Materialı nədir bilmirəm. Bir dənə də belə topika var hatta. Mən qızım bizki arıq incə-mincə çox qəşəng qızdır. Ona yaraşacaq. Burada isə iki dənə burada kargo var. Trendyol Milla'dan. Deyəsən, biri mənim köynəyim, biri Fidanın şalvarı olmalıdır. Açın bir dənə. Bu Fidanın belə şalvarıdır. Bax, belə adi şalvardır. Belə. Düşmə. Bax, belə. Bizim ayaqlar üzüm olacaq. Ayaqlar uzunsa kəstirəcək. Bu isə belə mənim koftamdır. Bunu əynimdə göstərəcəm. Sizin üçün mukbang çəkəcəm.